Əvvəlcə Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışından bəzi statlara aydınlıq gətirək, bir müzakirə edək. Məsələn, orada Azərbaycanlıların indiki Ermənistana qayıdışı ilə bağlı bir fikir səsləndirildi və qeyd edildi ki, Ermənistan xalqını bu proses qorxutmamalıdır. Eyni zamanda dövləti də qorxutmayan məqamlar var burada. Çünki tarix boyu Azərbaycan xalqı həm də Qərbi Azərbaycanda yaşayıb, həmin ərazilərdə məskunlaşıblar. Və bu öz-özlüyündə Ermənistan xalqına da, Ermənistan hökumətinə də bir mesaj kimi hesab edilə bilər. Ümumiyyətlə, Azərbaycanlıların doğma yurtlarına qayıdışı ilə bağlı Ermənistan xalqında və hökumətində hər hansısa bir qorxunun olduğunu düşünə bilərikmi indiki məqamda? Və bu özünü əsasən nədə göstərir? Mən ilk növbədə söyləmək istəyirəm ki, cənab prezident çox vacib öz nitqində iki istiqaməti sırf Qərbi Azərbaycanlıların öz doğma yurd yuvalarına qayıdışı ilə bağlı danışanda qeyd etdi. Birincisi, bu ərazilərin tarixən Azərbaycan ərazisi olmasını və Çar Rusiyası tərəfindən mövcud vəziyyəti öz maraqları üçün, yəni o zaman parçala və hökm sür konsepsiyasından çıxış edərək dəyişdirməsi və bu ərazilərdə erməni əhalinin yerləşdirilməsinə diqqəti cəlb etdi. Bu niyə görə çox vacibdir? Biz bu ərazilərin Azərbaycan ərazisi olduğunu, burada toponimlərin, cənab prezident bunu bir daha qeyd etdi ki, toponimlərin də Azərbaycan əsilli olmasını əlbəttə ki, tarixi faktlar və tarixi sənədlərə əsaslanaraq söyləyirik. Yəni, heç kimdə zərrə qədər belə də şübhə və yaxud da ki, tərəddüd yoxdur ki, bu ərazilər Azərbaycan əraziləri olmayıb və burada yaşayan Azərbaycanlılar köçürülmə xalq deyil. Onlar buranın öz sakinləri olmalı, tarixi torpaqları da onların. Amma bütün bunlara baxmayaraq, cənab prezident ikinci istiqaməti də eyni zamanda həm beynəlxalq birliyin bir daha və eyni zamanda Ermənistan hakimiyyətinin və ictimaiyyətinin də diqqətinə çatdırmış oldu ki, Azərbaycan xalqı böyük xalqdır. Bəli, əsrlər boyu bizim ərazilərimiz də böyük olubdur. Əhalimiz də çox. Amma biz heç zaman separatist fəaliyyət göstərməmişik. Biz heç zaman digər xalqların, dövlətlərin torpaqlarından özümüzə pay istəməmişik. Əksinə, bizim torpaqlarımızı alıblar. Və bu günləri də Azərbaycan xalqının, Azərbaycan dövlətinin belə bir məramı və yaxud belə bir məqsədi qarşısında yoxdur. Sadəcə olaraq biz tarixi torpaqlarımıza qayıtmağı və bu insanların elementar hüquqlarının bərpa olunmasını istəyirik. Qərbi Azərbaycanlıların öz doğma yurdlarına qayıdışı onların insan haqlarıdır və ümumilikdə götürəndə həm beynəlxalq birlik, həm də ki Ermənistan dövləti və ictimaiyyəti də bu hüquqlarına hörmətlə yanaşmalıdır və bunu qəbul etməlidirlər. Eyni zamanda bu hüquqların icrası üçün də addımlar atmalıdırlar. Ne üçünsə, cənab prezident də bunu xüsusi olaraq vurğuladı ki, Ermənistan ictimaiyyətində bir qorxu, bir xof var ki, Qərbi Azərbaycanlıların bu ərazilərə qayıdışı və yaxud da ki, bizim tarixə iqtibas edərək bu torpaqların Azərbaycana məxsus olduğunu vurğulamağımız bu hardasa ərazi iddiası kimi qəbul olunmalıdır. Amma biz yenə də təkrarən söyləyirik ki, və cənab prezident bunu bir daha diqqətə çatdırdı ki, biz tariximizi çox gözəl bilirik, biz tariximizlə qürur duyuruq, bu ərazilərin kimə mənsub olduğunu bəli biz bilirik. Amma eyni zamanda tarixdə qalıb, bugün Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dövlət sərhədləri var, dövlət sinirləri var və Azərbaycan məhz bu dövlət sinirlərində insan haqlarının qorunması ilə bağlı, hansı ki BMT-nin də buna uyğun onlarla konvensiyası var. Biz məhz bu konvensiyalara uyğun olaraq Azərbaycanlı soydaşlarımızın hüquqlarının qorunmasını istəyirik.